Və hörmətli tamaşaçılarımız, Doktor Seyfəddin də bizim dostlarımızdan biridir. O da mütəmadi olaraq təşrif buyurur studiyamıza. Hər dəfə gəlir, öz belə deyim də tövsiyələrini xalqımıza çatdırır. Və maşallah elə Rəhlə xanım Seyfəddin həkimlə bir yol gedəndə, bir yol yürüyəndə o qədər onu xalq sevir. İnanırsınız, böylü, kiçikli, ona qeyd edim ki, yaxınlaşırlar ona, bir onunla şəkil çəkdirmək istəyirlər, görüşmək istəyirlər. Üzü simasında Günel xan bu nuranilik var axı maşallah. Necəsiz həkim, işləriniz necə gedir? Yaxşısınız mı? Allah razı olsun, yaxşılıqdır, çox şükürlər olsun. Hava birdən biraz soyudanar bəy. Təbii ki, havanın kəskin dəyişməsi ürək-damar sistemi xəstəlikləri olan insanlara təsir elədi. Kimin təzyiqi qalxdı, kimin təzyiqi düşdü. Hələ də davam eləyir baş ağrıları, Hələ də davam eləyir, təzyiq, baş ağrıları, bəli. Baş ağrılarla yenə müraciət edənlərin sayı çoxaldı. Çünki külək dəyən kimi boyun nahiyəsinə o dəqiqə görürsən ki, o ağrılar tutur. Ondan başqa da revmatizm olan adamlara o dəqiqə təsir edir. Sinir sistemi oyaq olan adamlara, cavan oğlan da bugün zəng elib, deyirəm, nə deyir, məndə panik atak var. Deyirəm, nə vaxtdır, nə zaman deyir, elə bu hava dəyişən kimi mən qorxu gəldi canıma ki, görəsin külək, bu külək nə olacaq axı, sel olacaqmı, olmayacaqmı? Yəni, özündən asılı olmayaraq o fobiyalar olur. Ancaq Doktor Seyfəddin klinikasında da bugün çox mükəmməl laboratoriyamız var. Hər zaman siz qeyd edirsiniz, sağ olun. Sonra çox gözəl bir Çatanago fizioterapi aparatımız var ki, içərisində bütün elementlər var. Prosedurları yüksək səviyyədə edir. Sonra kardioqram aparatımız var, yaxşı kardioloqumuz var. Bundan başqa təbii ki, stomatoloqumuz var, Günlar xanım peşəkar həkimdir. Və digər ağrı, zəli, qurbağa, nə bilim, təbii şeylər hamısı bizdə. Hicama, iynə batırma ilə müalicə, təbii üsullar nə qədər üsullar var, hamısı Doktor Seyfəddin klinikasında var. Və hər zaman olduğu kimi deyirəm, bu gün də oynaq xəstəliklərindən, migrendən, zobdan, ürək-damar təzyiq olan adamlar deyir, təzyiqim düşmür, deyirəm, gəl. Təzyiq dərmanı ki, təzyiqi sala bilmir. Zəli qoyulan kimi təzyiq normallaşır. Yəni, çalışdıqlarımızı eləyirik ki, insanlarımız razı qalsınlar. İndi də yeni, bu gün, and olsun Allah, bu gün çox gözəl bir masaj aparatı aldıq klinikamız üçün. İnşallah yolun düşsə öz üzərində görəcəksən. İnşallah, təşəkkür çox gözəl, edirəm. yəni bütün onurğa sütununda olan əyriliklər, ağrılar, əzələ sinir ağrıları, ondan sonra qan dövranı pozulmaları. Götürəcəm Ağadaş evdə gələcəm yanımıza. İnşallah, gəl. Həm də üzdə olan müəyyən kosmetoloji prosesləri yerinə yetirin. Çox mükəmməl bir gözəl xarici aparat aldıq.